Süni intellektin və sosial medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların ekran qarşısında keçirdiyi vaxt da sürətlə artır. Respublika Uşaq Klinik Xəstəxanasının statistikasına görə son 3 ildə ekran vaxtı ilə bağlı psixoloji müraciətlərin sayı 4,7 dəfə artıb. Maraqlıdır, uşaqlar gün ərzində telefondan nə qədər müddət istifadə edirlər? Telefondan ümumiyyətlə gündəlik nə qədər istifadə edirsiniz? 4-5 saat bəlkə də. Nə üçün istifadə edirsiniz? Ziyanlı olduğunu bilə-bilə ancaq doom scrolling eləyirəm, yəni. Sosial mediada scroll eləmək üçün hardasa çalışıram ki, az vaxt ayırım. 40 dəqiqə, yarım saat belə. Gün ərzində neçə saat? Belə az 6 saat, 7 saat belə. Günün hansı hissəsində istifadə edirsiniz? Gecə. Daha çox gecə, bir də səhər. Gündə 3-4 saat, yəni elə gün ordu çox evdə olanda qalxır, yəni 6 saatdan çox ola bilər. Gündəlik 9 saat, 8 saat olur. Araşdırmalara görə uşaqların 58%-i ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin övladları ilə keyfiyyətli ünsiyyət qurması isə son 5 ildə 44% azalıb. Ya özümdən nə qədər istəsəm də qırağa qoyum, başqa şeylərlə məşğul olum, alındırmır. Artıq elə bir özünü asılı eləyib məni.